Salam, əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar, yaxın əyləşin. Sizə bugün elə bir maska deyəcəm ki, gözaltı qaralar üçün harasa tələsirsiniz, getmək lazımdır. Görüş olsun, iş görüşünüz olsun, sevdiyiniz insanla, nişanlınızla bir qonaq mı gedirsiniz, toya mı gedirsiniz? 15 dəqiqə ərzində gözünüzün qarası gedəcək. Yəni gözaltı qaralar. Birincisi amma onu sizə deyim ki, o gözaltı qaraların səbəbi bilinməlidir. Səbəbi bilməmiş siz simptomu götürə bilməzsiniz. Səbəbi də cürbəcür ola bilər, qan azlığından ola bilər, immunitet zəifliyindən ola bilər, genetikdə ola bilər mənim əzizlərim. Sağlam qidalanmalısınız ki, gözünüzün altı şəffaf olsun, ağ olsun. Yəni bunun birincisi səbəbini bilin ki, simptomları götürmək olsun. Amma belə tez təcili sizə 15 dəqiqəyə Məryəm bacınız elə bir şey deyəcək ki, getdiyiniz məclisdə, qonaqlıqda hamı soruşacaq ki, nə eləmsən, üzün belə bir interestin parıldayır, gözəlliyinə gözəllik gəlir. Və bu həqiqətən də sınanılmış bir şeydir. Birinci dəfədən öz effektini göstərəcək. Bunu hər gün eləsəniz, bir həftədən sonra ümumiyyətcə gözaltınız çox gözəl görünəcək. Həm qırışlar açılacaq, həm də ki, həmən o qaraltı gedəcək. Mənim əzizlərim, amma bu yerində bəlkə də ola bilər, kimsə istənər ki, Məryəm xanım yenə deyir ki, mənə takib atın, şərh yazın, podpisasiya olunun, abunə olunun. Çox xahiş edirəm, bunlar mənim üçün vacibdir. Bunu da ancaq kim eləyə bilər? Mənim sevənlərim. Sevməyən onsuz da istəmir ki, Məryəm xanımın videoları kimlərinsə qarşısına çıxsın. Əzizlərim, elə bu anda əgər Facebookdan izləyirsinizsə, TikTokdan izləyirsinizsə, YouTubedan izləyirsinizsə, elə həmən takib atırsınız, bəyənmə işarəsini basırsınız əzizlərim. Xanımlar, yerinizdən duran kimi birincisi yadınızda qalsın, xaladelnikin alt gözündə, buz gözündə yox. Alt gözündə həmişə qaşıq saxlayın. Qaşıq buz gözündə saxlamayın. Çox kosmetologlar buz gözündə deyir, amma mən məsləhət bilmirəm. Çünki üzümüzdə üçlü sinir var. Gözümüzdə, burnumuzda, ağzımızda və ona soyuq olanda Allah göstərməsin. Üçlü sinirin soyuq olması dəhşətli bir şeydir. Allah heç kimə göstərməsin. Ona görə mən buzlamağı məsləhət bilmirəm. Xaladelnikin alt gözündə amma həmişə qaşığınız olsun. Səhər yerinizdən durdunuz, görüşə gedəsiniz. Birinci maskanı hazırlayıb qoyursunuz xaladelnika. Bu nədir? Hamının evində olan bir şey. Qatıq, amma ev qatığı olsun. Çünki o qatığın tərkibində elə bir turşu var ki, o sizə nəmlik verəcək gözünüzün altına və parıltı verib qaralığı götürəcək. Bir xörək qaşığı ev qatığı, bir xörək qaşığı bal. Balın özündə antibakteriyal təsiri var. O da bir nəmlənmə, təravətlilik gətirəcək gözünüzün altında. Qarışdırıb maskanı hazırlayıb qoyursunuz soyuducuya, qaşığı götürüb qoyursunuz gözünüzün altına. Birazca saxlayırsınız, yenə də qoyub bir də qoyursunuz. Bunlar hamısı 15 dəqiqə ərzində baş verir. İnanın ki, özünüzü güzgüdə tanımayacaqsınız. Qaşığı götürdükdən sonra qaşığın o sərinliyi, baxın buz kimi olmağı yox, sərinliyi, soyuqluğu, əməlli şəffaflıq verəcək gözünüzün altına, qaraltını aparacaq. Damarları, əməlli başlı damarlarda olan o göyərtini götürəcək. Sonra götürürsünüz, o maskanız da artıq sərinləşəcək soyuducuda. Onu götürüb vurursunuz gözünüzün altına. 15 dəqiqə saxlayırsınız. 15 dəqiqədən sonra ilıq suyla yuyursunuz. Gözləyirsiniz, yəqin ki, mitsilyarlı su varınızdır. Bəzən soruşursunuz ki, Məryəm xanım, mitsilyarlı su nədir? Mitsilyar suyu, yəni üzünüz üçün çox vacib bir şeydir. Xanımlar, xahiş edirəm, hamınızın evinizdə olsun ondan. Üzünüzə fıskırdırsınız, o qəşəng nəmləndirir, daha da parıltı verir. Əlxüsusda üzünüzə kosmetika vurmamışdan qabaq onu çox xahiş edirəm. Həmən mitsilyarlı suyu vurursunuz, üzünüz qəşəng istirahət eləyir, sonra kosmetikanızı vurursunuz. O qədər gözəl olacaqsınız. Yəni gözəlliyinizə gözəllik gələcək. Onsuz da eybəcər qadınlar yoxdur, mənim gözəl bacılarım. Və eyni zamanda içəridən də sağlam olmalısınız. Bol-bol ilıq su için bu dediyim maska həm gözaltı qaralarınızı 15 dəqiqə ərzində götürəcək, həm qırışlarınızı açacaq, baxışınızı gözəlləşdirəcək. Mütləq eləyin və bunu siz həftədə bir dəfə etsəniz, hər gün etsəniz əzizlərim, bir həftədən sonra vəhşi gözünüzdə gözəllik, gözünüzün altının qaralarının tamamilə getdiyini görəcəksiniz. Əməl eləyin gözəllərim. Əgər istəyirsinizsə ardı gəlsin belə videolarımın, tez-tez bəyənin və gözəl şərhlər yazın. Mənim əzizlərim, həm də istəyirsinizsə ki, Məryəm xanımın qrupuna qoşulub sağlam şəkildə arıqlamaq, bütün gözəllik sirlərini sizlərlə bölüşürəm. Üzünüz günü-günündən gözəlliyinizin gözəlliyi artacaq. Hamı soruşacaq, qonşu, baldız, evti, üzünə neynəmsən, gözünün altına neynəmsən. Deyəcəksiniz ki, Məryəm xanımın qrupundayam, sağlam qidalanıram, tam sağlıqlı qidalarla, toksinlər orqanizminizdən çıxacaq. Mənim əzizlərim, günü-günündən özünüzü o qədər gümrah hiss edəcəksiniz. Və deyim ki, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır.
Bütün bu saydığım özəlliklər qəbizlikdən, qazdan, köpdən, qarın gurultusundan azad olacaqsınız. Amma siyanasız, aclıq otsuz, qara kömürsüz və s. onlara nifrət edirəm. Onlar sizin bağırsağınızın mikroflorasını pozur. Canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, bu saydığım gözəlliklər və özəlliklər bircə dəfə 20 manat ödəməklə baş verir. Düz eşitdiniz, cəmi bircə dəfə. Hər ay ödəmirsiniz. Buyura bilərsiniz, amma nömrəmi videonun üstündə qoya bilmirəm. Düzdür, YouTube səhifəmin də profilində var, TikTok səhifəmin də profilində var, götürə bilərsiniz. Amma bəzi insanlar görürsünüz ki, anlamır necə nömrəni götürüm. Ona görə də səsli şəkildə izah eləyirəm. Amma dünyanın harasında olursunuzsa olun, nömrəmi necə deyirəmsə o cürə də yaddaşa salın. Heç bir əlavələr eləməyin. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər özü də böyük bir nemətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.